Salam, hoş gördük yenidən sizləri. Bugün dərsimizə yenə də maraqlı sözlər var ki, yəni gündəlik istifadə elədiyimiz sözlər var ki, onların bəziləri ingilis dilində yazmışıq və bu sözlərin həm deyilişin, həm də tərcüməsin videoya baxdıqda oradan əldə edə bilərsiniz. Hər birinizə diqqətli olmağı və videonu bəyənməyi unutmayasınız. Hər birinizə uğurlar arzulayıram. Hold on. Gözlə. Not yet. Hələ yox. It is up to you. Sənə görə. Shut up. Səsini kəs. As you wish. Necə istəyirsən. Come off it. Bırax bu işləri. Don't get me wrong. Məni səhv başa düşmə. Yaxud da məni səhv anlama. Yaxud da yanlış anlama. Bu sözləri çalışın qeydiyyata aparın ki, özünüz üçün. Yəni, yaddaşınızda daha da möhkəm qalsın. Və videonu da paylaşmağı, abunə olmağı da unutmayasınız. Hər birinizə uğurlar arzulayıram.